Miqə düşə biləcək maraqlı sualların izahına davam edirik. Sualda deyilir ki, şəkildəki elektrik dövrəsində bəzi qollardakı cəryanlar göstərilmişdir. Buna əsasən AB naqilindən axan cəryanın qiymət və istiqaməti. Deməli, baxın, burada görürük ki, bu yuxarıdakı reostatın rezistorun üzərindən 2 amper cəryan gedir. Aşağıdakı rezistorun üzərindən 3 amper cəryan gedir. Bunların müqavimətlərini eyni də ola bilər, fərqli də ola bilər. Bunun bir önəmi yoxdur. Baxın, tam bu nöqtəni düşünün. Bu nöqtəyə 2 amper cəryan gəlir. Amma buradan çıxıb gedən cəryan 4 amperdir. Bax, 2 amper gəlir, 4 amper çıxıb. Nə olub o zaman? O 2 amper hardan gələr? Bu aşağıdakı bu tel üzərindən. Demək ki, B-dən A-ya doğru 1-2 amper cəryan gəlir ki, onlar burada birləşib, bu reostatın üzərindən, rezistorun üzərindən 4 amper cəryanı göndərmiş olurlar. O zaman bizdən istənilən ilə AB naqilində yuxarıya doğru, yəni 1 istiqamətində 2 amper cəryan axır deyərik. Doğru cavab olar C. Bəs burada nə baş verib? Bax, 3 amper cəryan gəlib, bunun ikisi yuxarı qalxıb, 1 amperi isə düz formada aşağıdakı rezistorun üzərindən keçmiş olur.